Salam hörmətli abituriyentlər, hər vaxtınız xeyir olsun. Bu videomuzda sizlərə Azərbaycan Sovet Sosialist Respublikasının 20-ci əsrin 20-ci 30-cu illərindəki tarixi dövrünün izahını verəcəyik. İlk növbədə biz başlayaq 20-ci əsrdə, 20-ci illərdə ümumiyyətlə Sovet rejimi qurulandan sonra Azərbaycanın ərazi bütövlüyünə qarşı olan qəsdlərdən. 1920-ci ilin avqust ayında Sovet Rusiyası ilə Ermənistan arasında saziş imzalanır və qeyd olunur ki, Şərur Dərələyəz bölgəsi qeydsiz şərtsiz Ermənistana verilir, Zəngəzur, Naxçıvan, Dağlıq Qarabağ bölgələri isə mübahisəli ərazi elan olunur. Bundan sonra noyabr ayında 1920-ci ildə Azərbaycan Ali Partiyası qərar qəbul edir ki, Sovet Azərbaycanı və Sovet Ermənistan arasında heç bir sərhəd məsələsi, sərhəd münaqişəsi problemi yoxdur. Bu da təbii ki, ermənilərin Azərbaycana qarşı ərazi iddiaları irəli sürməsini daha da alovlandırır. Və 1920-ci ilin avqustunda isə Moskvada Sovetlərlə Türk sazişi imzalanır. Naxçıvan bölgəsi ilə bağlı qərar qəbul olunur ki, Naxçıvanla bağlı ikinci bir müqavilə imzalanana qədər hərbi qüvvələr Naxçıvanda saxlanılmalıdır, həm Sovetlərin, həm Türk qoşunlarının. Və 1920-ci ilin iyununda Naxçıvanı erməni daşnaqlarının hücumlarından qorumaq üçün Türk qoşunları Azərbaycana Naxçıvan ərazisinə daxil olurlar və Veysel bəyin başçılığı altında. 1920-ci ilin 21-ci ildə isə Borçalı qəzası üstündə Azərbaycanla Gürcüstan arasında bir razılaşma əldə olunur və belə razılaşmaya görə Borçalı qəzasının mərkəzi Gürcüstana verilir, Borçalının mərkəz hissəsi verilir Gürcüstana, lakin sonradan Gürcüstan Borçalı bölgəsini Ermənistanla öz arasında bölüşdürmüş olur. 1921-ci ildə isə Zaqatala dairəsi üzərində düşən mübahisəyə görə əkin otlaq sahələri, Zaqatalanın əkin otlaq sahələrinin bir hissəsi Gürcüstanın Sığnaq qəzasının tərkibinə verilir. Lakin Gürcüstanın yenə də Zaqatala dairəsinə olan iddialarından əl çəkmir və bunun nəticəsində Zaqatala əhalisinin müsəlman olması və Azərbaycan tərkibində yaşamaq istəməsinə görə dairə ölkəmizin tərkibində saxlanılmış olur. 1921-ci ilin 13 oktyabr tarixində müddətsiz müddətə imzalanmış, yəni müddət qoyulmayan Qars müqaviləsi Türkiyə və Cənubi Qafqaz Respublikaları arasında Rusiyanın, Sovet Rusiyasının iştirakı ilə imzalanır və burada deyilir ki, Naxçıvan Azərbaycana məxsusdur. Təbii ki, Naxçıvan muxtar ərazi vahidi kimi sərhədləri və statusu qəti olaraq müəyyənləşdirilməlidir. Mart ayında isə Qars müqaviləsindən xeyli əvvəl Türkiyə və Rusiya arasında Naxçıvanın statusunu müəyyənləşdirən bir müqavilə imzalanmışdı. Moskvada dostluq müqaviləsi imzalanmışdı. Həmin müqavilədə qeyd olunurdu ki, Naxçıvan Azərbaycan qəyyumluğu altında muxtar ərazi vahidi kimi təşkil olunmalıdır. Təbii ki, bu şərtlə ki, Türkiyə tərəfi qeyd edilirdi ki, Naxçıvan Azərbaycan qəyyumluğunu üçüncü bir dövlətə, burada üçüncü dövlətdə deyiləndə Ermənistan nəzərdə tutulurdu və güzəştə gedilməməsi gərəkdiyini bildirilirdi. 1921-ci ilin 4 iyul tarixində Dağlıq Qarabağla bağlı Rusiya Komünist Partiyasının Qafqaz bürosunun iclasında məsələ qaldırılır və Dağlıq Qarabağın Ermənistana verilməsi haqqında qanun qəbul edilir və buna etiraz edən Nəriman Nərimanovun sayəsində 5 iyul tarixində yeni bir qərar qəbul edilir ki, Dağlıq Qarabağ Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində saxlanılmalıdır və paytaxt mərkəzi Şuşa olmaqla Dağlıq Qarabağa muxtariyyət statusu verilməlidir. 1921-ci ilin yayında isə Yuxarı Zəngəzur, yəni Qərbi Zəngəzurun Ermənistana verilməsi artıq rəsmi şəkildə qəbul edilmiş olur. 22-ci ildə isə Qarayazı bölgəsinin yuxarı hissəsinin Gürcüstana, aşağı hissəsinin isə Azərbaycanın tərkibində saxlanılması haqqında qərar verilmiş olur. 23-cü ilin 7 iyul tarixində isə mərkəzi Xankəndi olan Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılır. DQMV-nin yaradılması nəticəsində Xankəndi şəhərinin adı dəyişdirilir. Stepanakert adlandırılır. Stepan Şamyan adlı erməni daşnaq millətçisinin şərəfinə. Beləliklə, DQMV-nin yaradılması Qarabağ münaqişəsinin əslində həllini, əsasını qoymuş olur. 1924-cü ilin 9 fevral tarixində isə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası yaradılır. Məlumdur ki, Azərbaycan bütün bölgələri sovetləşmişdi. Naxçıvandan başqa, demək, ən gec sovetləşən bölgəmiz Naxçıvan olur. Naxçıvan Muxtar Sovet Sosialist Respublikası 1924-cü ildə fəaliyyətə başlayır. 29-30-cu illərdə isə Ordubadın və Zəngəzurdan alınmış ərazilərin böyük bir hissəsi hesabına yaradılmış Mehri rayonunun Azərbaycandan qoparılıb Ermənistana verilməsi Naxçıvanın Azərbaycanın əsas ərazi vahidliyindən digər torpaqlarımızdan aralı düşməsinə və Naxçıvanın Azərbaycanla arasında Ermənistan torpağı olan Mehri rayonunun əlavə edilməsinə səbəb olur və Naxçıvanın Azərbaycan digər əraziləri ilə quru sərhədləri bağlanılır. Mehri rayonunun yaradılması və Ermənistana verilməsi nəticəsində və bunun nəticəsində də Azərbaycanın əsas ərazi vahidindən Naxçıvan aralı düşmüş olur və blokada vəziyyətində qalır.
1929-cu ildə isə Zaqafqasiya MİK-nin, yəni Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Naxçıvan sərhədləri dəyişdirilir. 657 kvadrat kilometr ərazisi Ermənistanın tərkibinə verilir. 20-ci ildə isə Ermənistan yenə də Azərbaycana 20-ci illərdə müraciət edir ki, yaylaqlar və sudan istifadədə problemimiz var. Bizə yaylaq və su istifadəsi üçün ehtiyac olan ərazilər Qazax və Cəbrayıl qəzalarının bir sıra torpaqlarıdır. Həmin bölgələr də Qazax və Cəbrayılın böyük bir hissəsi də yaylaqlar və sudan istifadə zəminində yaranmış problemlə bağlı Ermənistan SSR-yə verilmiş olur. Azərbaycan SSR yaradıldıqdan sonra Ruslar Azərbaycanda 20-ci ilin yay aylarında komünist bir rejimə uyğun olaraq hərbi kommunizm iqtisadi siyasətinin əsasını qoyurlar. Və 20-ci ilin avqust ayında Azərbaycan İnqilab Komitəsi qərar qəbul edir ki, taxıl ticarəti dövlət insarına alınır. Yəni, taxılı ancaq dövlət sata bilər və taxıl kəndlər əlindən alınır, taxılın kəndlər tərəfindən satışı qadağan edilir. Və 1920-ci ilin sentyabr ayının sonlarında ərzaq sapalağı adlı verginin əhalidən alınmasına başlanılır və ümumi əmək mükəlləfiyyətləri tətbiq edilir. Yəni, hər kəs məcburən bu vergini ödəməlidir. 1920-ci ildə demək, hərbi kommunizmlə bağlı olan ərzaq sapalağı adlı vergi mahiyyəti nə idi? Mahiyyət bu idi ki, kəndli əlində olan məhsulun bir hissəsini, çox kiçik bir hissəsini öz əlində saxlamaq şərti ilə, yəni ehtiyacı olan hissəsini, qalan hissəsini qeydsiz, şərtsiz dövlətə təhvil verməlidir. Təbii ki, ərzaq sapalağını həyata keçirmək üçün də Rus ermənilərdən ibarət xüsusi komissiyalar göndərilirdi kəndlərə, fəhlə dəstələri. Həmin ərzaq sapalağının nəticəsində kəndlilər qarət edilir, müflisləşirlər, aclığa məruz qalırlar, ərzaq böhranı ilə üzləşirlər. Bəs ruslar bu taxılı nə edirdilər? Ərzaq sapalağı nəticəsində alınmış taxıl əslində ordunun ehtiyaclarını ödəmək adı ilə alınsa da, daha doğrusu şəhərlərdə ac-yalavac qalmış əhalinin ehtiyaclarını ödəmək adı ilə alınsa da, təbii ki, bu taxıl Rusiyanın daxilindəki aclıqla üzləşmiş xalqa, Rusiyanın daxili quberniyalarına və 11-ci Qırmızı Ordunun ehtiyaclarına sərf edilirdi. Və Sovet hökuməti kəndli hərəkatının güclənməsini, qaçaq hərəkatının güclənməsini gördükdən sonra görür ki, kəndlinin əməyə marağı azalır, hərbi kommunizm nəticəsində axı ərzaq sapalağı vergisinin daha çox ödənilməsi, kəndlinin əlində kiçicik bir miqdarın qalması, kəndlinin satış üçün bazara müraciət edə bilməməsi də gətirir çıxardır, axı kəndli əməyə marağı azalır. Bunun nəticəsində də taxıl ehtiyatı tükənir, kəndlilər kənd təsərrüfatı sahəsindən, əkinçilikdən, taxıl istehsalından uzaqlaşırlar və kəndin marağının itməsi səbəbindən Rusiya 1921-ci ildə hərbi kommunizm siyasətindən əl çəkməli olur və bunun nəticəsində yeni iqtisadi siyasət 1921-25-ci ilin sonuna qədər tətbiq edilir. GİS-də nə var? 21-ci ildə GİS-ə keçid edilir və GİS-də deyilir ki, 20-ci ildə taxıl ticarətinin dövlət insarı haqqında alınması haqqında verilmiş qərar ləğv edilir. Yəni, bütün növ ərzaq insarı 21-ci ilin yaz ayında bütün növ ərzaq insarının ləğv edilməsi haqqında dekret verilir. Həmçinin ərzaq sapalağı da ləğv edilir. Onun əvəzinə artıq könüllü bir rüsum yaradılır. Könüllü məhsul rüsumu, çanaq vergisi alınmağa başlanılır. Onu da qeyd edək ki, Rusiyada da yeni iqtisadi siyasət var, Azərbaycanda da yeni iqtisadi siyasət var. Rusiyadakı yeni iqtisadi siyasətdə ərzaq sapalağı ləğv edildikdən sonra birbaşa ərzaq vergisi alınmağa başlanılır. Yəni, Rusiyada çanaq vergisi tətbiq edilmir. Amma Azərbaycanda tətbiq olunan yeni iqtisadi siyasətdə ərzaq sapalağından ərzaq vergisinə keçid etmək üçün bir dönəm var. Çanaq vergisinin tətbiq edilməsi. Yəni, Rusiyadakı GİS-in Azərbaycandakı GİS-dən fərqi çanaq vergisinin tətbiq edilməməsidir. Və bütün növ ərzaq insarı ləğv edildikdən, ərzaq sapalağının vergisinin alınması ləğv edildikdən sonra çanaq vergisi tətbiq edilir. GİS-ə keçid yolunda ilk addım atılmış olur 21-ci ildə. Yəni, 20-ci ildə ərzaq sapalağı alınırdı, 21-ci ildə ləğv edilir. Ərzaq sapalağının ləğv edilməsi və 21-ci ildə çanaq vergisinin tətbiq edilməsi GİS-ə keçid yolunda atılmış ilk addım hesab olunur. Nəriman Nərimanovun təşəbbüsü ilə də kəndlilərdən çanaq vergisi 8 kiloqram həcmində alınırdı. Və 1922-ci ildə isə Azərbaycanda ərzaq sapalağından 2 dəfə az olan ərzaq vergisinin ödənilməsi tətbiq edilməyə başlanılır. Beləliklə, GİS-ə keçid dövrü başa çatmış olur. 21-ci ildə başlayır çanaq vergisinin tətbiq edilməsi, ərzaq sapalağının ləğv edilməsi ilə, 22-ci ildə isə ərzaq vergisinin
təyin olunması ilə yisə keçid dövrü Azərbaycanda tamamilə başa çatmış olur və kəndlərin vəziyyəti yaxşılaşır. Artıq kəndli vergini ödədikdən sonra məhsulu bazarda çıxardıb istədiyi kimi sata bilər. Bu da azad ticarət deməkdir. Azad ticarət də kəndlərin təbii ki, yenidən hərbi kommunizm dövründən fərqli olaraq əməyə olan maraqlarının artmasına səbəb olur. Hətta YIS dövründə Azərbaycanda hər sahəyə diqqət edilir. Məsələn, Bakı buxtası qurulur, neft mədənləri elektrikləşdirilməyə başlanılır, neftə diqqət artırılır, sərbəst şəkildə neft məhsullarının xarici ölkələrə satışa çıxarılmasına icazə verilir. Azərbaycan Neft Komitəsinə icazə verilir ki, xarici şirkətlərlə əlaqələr yaratsın. Əkinçilik sahəsi mexanikləşdirilməyə başlanılır, yəni əkin məhsullarının toplanılması. Xırda sənaye müəssisələrini kirayəyə verməyə, yəni icarəyə verməyə Sovet Rusiyası icazə verirdi, lakin iri sənaye müəssisələrinin dövlət nəzarətində qalmasına da xüsusən diqqət yetirilirdi. Yəni azad ticarət sadəcə xırda sənaye müəssisələrinə aid idi. YIS-in nəticəsində əhalinin vəziyyəti yaxşılaşdığına görə təbii ki, kəndlərdə də bir növ varlanma gedir. Axı Sovet Rusiyası da yeni iqtisadi siyasət xəttini elan etməsinə baxmayaraq kommunist rejimdə idarə olunan bolşevik ideologiyasına xidmət edən bir dövlət olduğuna görə, sosializm quruculuğunda olan bir dövlət olduğuna görə əhali qisimləri arasında varlanmanın qarşısını almağa hamının bərabər şəkildə yaşamasına çalışdığına görə YIS əslində ruslarda öz siyasətlərindən uzaqlaşmağa səbəb olur və buna görə də YIS-dən ruslar imtina edirlər. Sovet Rusiyası imtina edir. Əhalinin içərisində təbəqələşmə gedir bir növ. Ticarət azadlığı elan edilir YIS-in nəticəsində. Ticarət canlanır, özünü idarə sistemi yaradılmış olur. İri strateji müəssisələr, bayaq da qeyd etdiyim kimi, dövlətin nəzarətində qalır. Amma xırda yüngül geyinti sənayeləri sahibkarlara icarəyə verilməyə başlanılır. Əkinçilik sahələri genişlənir, iqtisadiyyat inkişaf eləyir. Şəhərlərlə kəndlər arasında əlaqə yaranır YIS-in nəticəsində və həyat səviyyəsi yüksəlir. Qolçomaqların, yəni varlı kəndlilərin sayı artır, təbəqələşmə güclənir. Təbii ki, 1925-ci ilin sonu, 26-cı ilin əvvəllərində də xüsusi sahibkarlığın gücləndiyini, yəni varlanmanın getdiyini görən ruslar, Sovet hökuməti yeni iqtisadi siyasətin onların xəttinə zidd olduğunu elan edərək inzibati amirlik metodlarına qayıdırlar. Nə idi inzibati amirlik? İnzibati amirlik iqtisadiyyatın idarə edilməsi və planlaşdırılmasına sərt dövlət nəzarətidir. Yəni dövlətin nəzarəti olmadan heç bir sənaye müəssisəsi, iqtisadiyyat inkişaf edə bilməz. Yaxud da azad ticarət hökumətin icazə verdiyi qədəri ilə mümkündür. Totalitar rejim isə siyasi hakimiyyətin və ictimai həyatın bütün sahələrində sərt dövlət nəzarətidir. Elə bilin ki, inzibati amirlik iqtisadiyyata sərt dövlət nəzarətidir, totalitar rejim siyasətə sərt dövlət nəzarətidir. Ruslar sosialist hissəsinə yenidən qurma istiqamətlərinə başlayırlar 25-ci ildən və sosialist hissəsinə yenidən qurmaların başlıca istiqamətləri bunlardır. Sənayeleşdirmədir, kollektivləşdirmədir, totalitar cəmiyyətin qurulmasıdır, yəni siyasətin o rusların marağına cavab verən şəkildə qurulmasıdır. Həmçinin bolşevik ideologiyasına xidmət edən mədəni quruculuq işlərinin aparılmasıdır. Yəni milli mənlikdən milləti uzaqlaşdırmaq həm iqtisadi sahədə davam edir, həm siyasi sahədə davam edir. 1925-ci ilin dekabrında sənayeleşdirmə xətti elan olunur. 26-cı ilin fevralında isə sənayeleşdirmə üzrə xüsusi komissiya yaradılmağa başlanılır. Azərbaycanda sənayeleşdirmə zamanı birinci növbədə neft sənayesinə, ikinci növbədə elektrik enerjisi istehsalına diqqət yetirilirdi. Sənayeleşdirmə zamanı yeni neft yataqları istismara verilir, dərinlik nasosları istehsal edilir, mədənlər elektrikləşdirilir, Bakı-Batum neft kəmərinin çəkiliş prosesi başa çatdırılır, neft hasilatı artır. 27-28-ci illərdə istilik elektrik stansiyaları Salyan, Qaryacin və Nuxa istilik elektrik stansiyaları fəaliyyətə başlayır. Həmçinin Gəncə şəhəri ikinci sənaye mərkəzimizə çevrilir Rusların sənayeleşdirmə xətti ilə. Sənayeleşdirmə əslində planlardır və 5 illik planlar nəticəsində qarşıya qoyulmuş məqsədə çatmaq üçün çalışılırdı. 26-cı ildə Sovet Sosialist Respublikalar İttifaqında elektriklə işləyən ilk dəmir yolu Bakı-Sabunçu elektrik dəmir yol xətti işə salınmış olur və 1937-ci ildə isə Bakıdan Moskvaya müntəzəm hava uçuşlarına başlanılır. 40-cı ildə isə Bakı-Çulfa dəmir yol xəttinin Minzivan stansiyasına qədər olan çəkilişi başa çatdırılır. Sənayeleşdirmə nəticəsində sənayeleşdirməyə qədər Azərbaycanda təsərrüfat aqrar sahədə daha çox inkişaf etmişdi. Ancaq bunun nəticəsində aqrar sənaye respublikasına çevrilirik. Yeni sənaye müəssisələrinin açılması isə işsizliyi azaldır. Həmçinin rus dilli əhali Azərbaycana növbəti dəfə axın etməyə
etməyə başlayır işsizlik Azərbaycanda azaldığına, yeni sənaye müəssisələri açıldığına görə. Azad bazar münasibətləri sənayeləşdirmə illərində ləğv edilir və planlı dövlət sisteminə keçirilir. Yəni dövlətin qarşıya qoyduğu plan üzrə irəlilənilir. Azərbaycan sənaye müəssisələri elektrik enerjisi istehsalı üzrə SSR məkanında, Podsovet məkanında 3-cü yeri tuturdu. 1-ci RSFSR, 2-ci Ukrayna, 3-cü Azərbaycan sənaye məhsulları istehsalında əsas yeri tuturdu. Sənayeleşmə Rusiyada ağır sənayeye yönəldilmişdisə, Azərbaycanda neft və elektrik enerjisinin istehsalına yönəldilmişdi. Kənd təsərrüfatının kollektivləşdirilməsi siyasətini isə 1929-cu ildə ölkədə ərzaq məhsullarının paylanılmasında kartoçka talon sisteminə keçid edilir. Nə idi talon sistemi? Taxıl zorla müsadirə edilirdi və yalnız kəndlilər arasında hökumətin müəyyən etdiyi qaydada bölünür və günlük müəyyənləşdirilirdi. Məsələn, hər evə talon əsasında bir çörək verilirdi bir gün ərzində. Ailə sayına, ailədəki küflətin sayına uyğun olaraq 29-33-cü illər ərzində 50 ilə kollektivləşdirmə xətti elan edilir. Kollektivləşdirmə xətti nədir? Həqiqətən də adı üzərində kəndli təsərrüfatları heç kəsin fərdi kəndli təsərrüfatı ola bilməzdi. Hər kəs ümumi işləməli, əməyin nəticələri ümumi şəkildə bölünməli idi. Kəndlərin varlanmasının qarşısını almaq üçün Sovet hökuməti bu addım atırdı. Düzdür, Sovet Rusiyasında bütün kəndlilər uzun illərdə icma vəziyyətində yaşayırdılar. Yəni hər kəs birgə əmək göstərirdi, fəaliyyəti göstərirdi və əmək nəticələri hər kəs arasında bərabər şəkildə bölünürdü. Lakin Azərbaycana bu sistem yad idi. Çünki indiyə qədər kəndlilərin təsərrüfatı fərdi olmuşdu. Hər kəs özü üçün, öz ehtiyaclarına, yaxud öz satışını təmin etmək üçün məhsul istehsal edirdi. Sovet hökuməti də kəndlilərin varlanmasının qarşısını özün almaq istəyirdi. Yəni bunu özü üçün təhlükə hesab edirdi. 29-33-cü illərdə ona görə də 50 ilə kollektivləşdirmə adı ilə siyasət elan eləmişdi. Bunun da adı nədir? Fərdi və kəndli, xırda kəndli təsərrüfatları məcburən ləğv edilir. Hamı ümumi təsərrüfatlarda, kolxozlarda birləşdirilir. Kolxoz xəttinin elan edilməsi qolçomaqların bir sinif kimi ləğv edilməsinə gətirib çıxardır. Çünki kəndlərdə yeni iqtisadi siyasətin nəticəsində varlanmış, üstün sinifə çevrilmiş, təbəqələşmiş əsas qrup kimi idi varlı kəndli təbəqəsi olan qolçomaqlar. Buna görə də qolçomaq sinifini ləğv etmək və qolçomaqların bir sinif kimi ləğv edilməsi üçün kollektivləşdirmə siyasətində zorakılıq tədbirlərinə üstün atılırdı. Əl atılırdı. Yəni heç bir könüllülük prinsipi gözlənilmirdi. Azərbaycanda kollektivləşdirmə Rusiyadan çox ləng gedirdi. Bunu da qeyd etdik ki, çünki bizim milli, mənəvi və ictimai həyat quruluşumuza bu zidd idi. Həmçinin iqtisadi sahədə ruslaşdırma tədbirləri ilə yanaşı milli mədəni sahədə də ruslaşdırma tədbirləri aparıldığına görə kollektivləşdirmə Azərbaycanda çox ləng gedirdi. 30-cu ildə 50 ilə kollektivləşdirmə xətti sürətlendirilir. Hər kəs qolçomaqlıqdan salınma adı altında Mərkəzi Asiya, Sibirya, Qazaxıstana sürgün edilir. Qolçomaqların varlı kəndlərin ailələri də sürgün edilir. Demək, kəndlərin səs vermə hüququndan məhrum edilirlər, əmlakları müsadirə edilir. Nəinki varlı kəndliləri, qolçomaqları, hətta orta vəziyyətdə yaşayan kəndliləri belə Sovet Rusiyasının 11-ci Qırmızı Ordusu demək varlı kəndli adı ilə ləğv eləyirdi, yəni sürgün edirdi. 1932-ci ildə pasport rejimi tətbiq edilməyə başlanılsa da, kəndlilərə pasport verilmir. Bunun səbəbi kəndlinin kənddən şəhərə gəlməsinin qarşısını almaqdır. Nəyə görə? Çünki kəndli kənddən şəhərə gələrsə, kolxozlarda iş zəifləyə bilər. Ona görə də 20-ci əsrin 50-ci illərinin sonlarına qədər kolxozçular, yəni kəndlilər icazəsiz yaşadığı yeri tərk edib gedə bilmirdilər. Kollektivləşdirmə siyasəti dövründə buraxılan səhvlər Podsovet məkanında ən çox Azərbaycanda özünü biruzə verirdi. Birinci yerdə dayanırdı buraxılan səhvlərə görə Azərbaycan. 1937-ci ildə Azərbaycanda kolxoz quruculuğunun tam şəkildə qələbə qazandığı elan edilir və bunun nəticəsində kəndlilər hüquqsuz vəziyyətə düşürlər. Hüquqsuz vəziyyətə düşürlər, kütləvi şəkildə istismar edilirlər. Heç kəsin öz şəxsi mülkiyyəti ola bilməz. Kəndlinin öz əməyinə yenidən hərbi kommunizm dövründə olduğu kimi marağı azalmış olur. Təbii olaraq bu siyasətlə narazı olanlar var. 30-cu ildə kollektivləşdirməyə qarşı testlərdə daha çox sizi çaşdıraraq 20-ci illərə verirlər kollektiv
kollektivləşdirmənin əleyhinə üsyanları, lakin 30-cu ilin əvvəllərindən Nuxa, Zaqatala, Naxçıvan, Cəbrayıl, Şəmkir bölgələrində kollektivləşdirməyə qarşı üsyanlar baş qaldırmış olsa da bütün üsyanlar yatırılır və totalitar cəmiyyət yaradılması sahəsində də sosial hissəsinə yenidən qurmalar həyata keçirilir. Antidemokratik sistem formalaşdırılır. Yəni xalqın əksinə sistem. Kütləvi repressiyalar həyata keçirilir 20-ci illərdə olduğu kimi. Cənubi Azərbaycandan gələn soydaşlarımız Şimali Azərbaycandan deportasiya edilir və rəhbər vəzifələrə ancaq qeyri-Azərbaycanlılar gətirilirdilər. Milli mənəvi dəyərlərimizi məhv etmək üçün Bakıda ateizmi təbliğ edən Allahsızlar cəmiyyəti yaradılır Sovet Rusiyası tərəfindən. Məscidlər, kilsələr tənqidlərə, təhqirlərə məruz qalırlar. Bibi Heybət məscidi partladılır. Dini bayramların keçirilməsi qadağan edilir. Qərb üsullu geyim tərzi, Azərbaycan mədəniyyətinə zidd olaraq qərb üsullu geyim tərzi təbliğ edilməyə başlanılır. Həmçinin milli musiqi alətlərimizdə böhtanlara məruz qalırlar. Tar, məsələn, kamança, həmçinin saz. Ancaq mədəni təqiblər adı altında tara, kamançaya və saza qarşı keçirilən əməliyyatlar Üzeyir Hacıbəyov, Mişail Müşfiq və Qurban Pirimov adlı şəxslərin səyləri nəticəsində tara bəraətin qazandırılması və tarın milli musiqi aləti kimi Azərbaycan xalqına məxsus bir mədəniyyət göstəricisi olması ilə bağlı qərar verilir. Xalqlar həbsxanası adlandırılan Sovet hökuməti kütləvi repressiyalardan qaçınmır. Xalqda qorxu yaratmaq üçün demək Rusiya əleyhinə tədbirlər və Sovet sosial hissəsinə yenidən qurmaları əleyhinə tədbirlər həyata keçirdən yaxud öz açıqcasına demokratik fikirlərini ifadə edən şəxslərə əks inqilabçı, müsavatçı, Sovet hökumətinin düşməni, xalq düşməni adları ilə damğa vurularaq Fövqəladə Komissiyanın, yəni çekistlərin, Ali İnqirabi Tribunalın və 11-ci Qırmızı Ordunun xüsusi şöbələri tərəfindən repressiyalar həyata keçirilir. 36-cı ilin sonlarında demək əsası qoyulmağa başlanılan repressiyalar dalğasının ən yüksək zirvəsi 37-ci il idi və xalqa xəyanətdə günahlandırılırdılar azad fikirli insanlar. Xarici dövlətlərlə casusluqda, pan-türkizmdə, pan-islamizmdə, yəni ifrat dərəcədə türkçülüyü və İslamı yaymaqda ittiham olunan repressiya qurbanlarına yazıçılarımızdan Hüseyn Cavidi, Mikail Müşfiqi, Tağı Şahbazi və Salman Mümtazı, həmçinin Yusif Vəzir Çəmənzəminlini, Əhməd Cavadı misal göstərmək olar. Alimlərdən Bəkir Çobanzadəni, aktyorlardan Ülvi Rəcəb və Abbas Mirzə Şərifzadənin repressiya dalğasında demək güllələndiyini, öldürüldüyünü misal göstərmək olar. Həmçinin bir qrup ziyalı şəxs isə həmin bu repressiya dalğasından qurtulmaq üçün yenə də mühacirət etmək məcburiyyətində qalır. 38-40-cı illərdə isə cənubdan gəlib şimalda yaşayan, şimalda iş dalınca gələnlər, Cənubi Azərbaycanın vətəndaşları İrana deportasiya edilirlər. Onlar qarşısına iki tələb qoyulur. Ya Şimali Azərbaycanda qalıb bir aydan sonra Sovet vətəndaşı olmağı qəbul edib Qazaxıstana, Mərkəzi Asiyaya gedəcəklər, yaxud da Şimali Azərbaycanı dərhal tərk edib Cənuba qayıdacaqlar. Təbii ki, Cənuba qayıdıb getmiş həmin bu soydaşlarımızı da Cənubi Azərbaycanda Pəhləvilər sülaləsi heç də yaxşı qarşılamırdı. Çünki onlara Sovet Rusiyasının casusu gözü ilə baxılırdı. Beləliklə, Cənubi Azərbaycandan gələn soydaşlarımız da deportasiya edildi. Deportasiya nədir? Əhalinin kütləvi şəkildə öz yaşadığı daimi yaşayış yerindən qovulmasıdır, sürgün edilməsidir. Kütləvi siyasi repressiyalar məlumdur ki, Podsovet məkanında ən ağır şəkildə Azərbaycanda həyata keçirilibdir. Bunun Azərbaycan SSR məkanında daha ağır şəkildə həyata keçirilməsinin ən əsas səbəbi bundan ibarətdir ki, Azərbaycan Sovet Sosialist Respublikasının 51 rayonunun 31-inin Daxili İşlər Komissarlığının rəhbər vəzifələrində çalışanlar ermənilər idi və Azərbaycanlılara qarşı milli zəmində düşmənçilikdən istifadə edərək repressiya dalğasının Azərbaycanda daha sərt formada həyata keçirilməsinə həmin o daşnaq erməniləri nail ola bilirdilər. Belə hörmətli abituriyentlər, Azərbaycan Sovet Sosialist Respublikasının 20-ci əsrin 20-30-cu illərin mövzusu haqqında danışacaqlarımız bu qədər. Sağ olun, növbəti videolarda görüşənədək kanala abunə olub videoyu bəyənməyi və şərh yazmağı unutmayaq.